Soyuq əllər isti ürək yarmarkasında ən çox bəyəndiyim stendlərdən biri də bax buradır. Uzun növbə adamı yorsa da, sonda səni gözləyən ləzzətə görə səbr eləyirsən və bir də görürsən ki, növbən çatıb. Mən bu növbədən salamat çıxdımsa, vallahi mən ölüm yox. Bum karamel belə krep xəmirlə hazırlanır. Üzərinə şokolad yağı, banan, çiyələk əlavə olunur. Bir dənəsinin qiyməti 8-12 manat arasında dəyişir. Bananlı, çiyələkli və bir də qarışıq variantda satılır. Sadə variantlarda üzərindəki şəkər tozunu bax belə yandırırlar və çox dadlı bir şey ortaya çıxır. Onu da deyim ki, üstündə çayı pulsuz verirlər. Ümumiyyətlə fərqli şirniyyatdır. Nutellanın dadı meyvələrlə qarışır və çox klass bir dad balansı yaradır. Mən bundan ilk dəfə keçən il yemişdim və çox ləzzət eləmişdi. Amma yadımdadır ki, o vaxt birini axıra qədər yeyə bilməmişdim. Şirniyyatı mümkün qədər az istifadə edən biri kimi deyim ki, buna yox demək olmur. Həqiqətən dadlı hazırlayırlar. Bu dəfə də birini axıra qədər zorla başa çatdırdım. Əgər çox şirniyyat tükədən deyilsinizsə, 2 nəfərə biri də bəs eləyər. Görüm yadımdan çıxara bilsəm, bir də gələn il yenə dadına baxaram. Amma dözə bilməsəm, bəlkə bura bir də baş çəkdim.